Bakı şəhərinin, xüsusilə Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq məqsədi ilə həyata keçirilən mühüm infrastruktur layihələrdən biri də Ceyranbatan Abşeron Balaxanı Ramana Zirə Pirallaha magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarın tikintisi layihəsidir. Ceyranbatan ultrasüzgəci su təmizləyici qurğular kompleksindən layihə üzrə yeni magistral su xəttinin inşasına tikilməkdə olan obyektlərin müdiriyyəti tərəfindən başlanılıb. Layihənin məqsədi Ceyranbatan su mənbəyindən Bakı və Abşeron ərazisinin dayanıqlı və keyfiyyətli su ilə təmin etmək və trassa boyu qəsəbələrə suyun çatdırılmasıdır. Həmçinin layihənin icrası su təchizatında təzyiqin sabitləşdirilməsinə, əhali sağlamlığının qorunmasına, regionun iqtisadi inkişafına, su təchizatı yaxşılaşan ərazilərdə sənaye və xidmət sahələrinin inkişafına və təxminən 100 mindən çox əhalinin keyfiyyətli su ilə təminatına şərait yaradacaq. Yeni magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarın tikintisi çərçivəsində hər birinin tutumu 10.000 kubmetr olan 4 ədəd su anbarının tikintisi nəzərdə tutulub. Hazırda 2 anbarın tikintisi üzrə işlər yekunlaşdırılıb. Digərlərində isə tikinti quraşdırma işləri davam etdirilir. Magistral su kəməri üzrə isə tikinti işləri 47% tamamlanıb. Ölkə əhalisinin keyfiyyətli içməli su və fasiləsiz təminatına nail olmaq məqsədi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, o cümlədən iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən kompleks tədbirlər həyata keçirilir. Bu baxımdan Bakı şəhəri və ətraf qəsəbələrin içməli su təminatının yaxşılaşdırılması üçün yeni infrastruktur layihələr icra olunur. Hazırda gördüyünüz ərazidə Ceyranbatan, Abşeron, Balaxanı, Ramanı, Zirə, Pirallahı magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarın tikintisi müqaviləsi çərçivəsində Ceyranbatan su təmizləyici qurğular kompleksindən Atyalı su anbarına diametri 1600 mm polad boru ilə ümumi uzunluğu 10,4 km olan magistral su kəmərinin və Balaxanı su anbarı kompleksində 4 ədəd su anbarının tikintisi nəzərdə tutulub. İşlərin keyfiyyətlə yerinə yetirilməsi üçün texniki tələblərə uyğun olaraq boruların qaynaq edilmiş hissəsi ultrasəs aparatı vasitəsilə yoxlanılır və hər bir qaynaq tikişi üçün fərdi rəy verilir. Nəql olunacaq suyun keyfiyyət göstəricilərinə yüksək saxlanılması və korroziyanın qarşısının alınması üçün kəmərlərin çəkilişində istifadə olunan borular daxildən xüsusi boya ilə örtüklənib. Ceyranbatan, Abşeron, Balaxanı, Ramanı, Zirə, Pirallahı magistral su kəməri və həmən kəmər boyu yerləşən mərkəzi anbarın tikintisi layihəsi çərçivəsində artıq işlərin 50% görülüb. Ərazidən də görürsünüz ki, artıq çəkilən boruların üstü torpaqlanıb. Layihə çərçivəsində hazırda su anbarının tikintisi üzrə 2 ədədin funksionallığı təmin olunaraq istismara verilib. Bir ədədin isə son tamamlanma işləri və bir ədədin də tikinti quraşdırma işləri davam etdirilir. Bundan başqa magistral su kəmərinin 47% hissəsində boru quraşdırma işləri yekunlaşıb və hazırda kəmərin qalan hissəsində qazıntı, qaynaq və boruların xəndəyə düzülməsi işləri həyata keçirilir. Tədbirlər planına uyğun olaraq ölkə əhalisinin keyfiyyətli içməli su ilə fasiləsiz təminatına nail olmaq məqsədi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.